Bu videoda Minecraft'ı tək bir çankı içində bitirməyə çalışıram. Video saatımı aldı, ona görə də kanalıma abunə olub videoma like atsanız sevinərəm. Həqiqətən bu videolara çox böyük əmək xərcləyirik. Əgər video xoşunuza gəlsə kanalıma girib növbəti videolarıma da baxa bilərsiniz. Elə isə keçdik videoya. Bəli dostlarım, bugün Minecraft'ı tək çankının içində bitiririk. Görmüş olduğunuz kimi, yəni 16'ya 16'lıq bir ərazidir. İlk olarak odunları kırdım, daha sonra ise çalışma masası düzəldim, ardından da taxta qazma düzəltdim və sadə bir şəkildə daş qazıb daş əşyalar elədim. Daş qazma düzəltməyin ardından da fikirləşdim ki, biraz mağaraya düşüm. Burada biraz fırın düzəldim, bir dəmirləri pişirim, ardından da bakırları qazıb bir dənə set düzəldərəm. Ondan sonra da portal düzəldib gedərik nədirə inşallah. Dəmirləri pişirim. Əşyalar eləyərəm özümə, ardından da su kovasından su götürüb ortalığı düzəldib gedərik. Oyun bizi çox yaxşı qarşıladı. Halal olsun. Yaxşı bloklar götürmüşük ha. Yoxsa burada qalmışdıq. Neyse keçək qabağa, Enderman öldürək. Ardından da Blaze öldürüb Ender gözü düzəldib qayıdarıq dünyaya. Dostlar, qayıq yox idi, ona görə də Enderman öldürürəm. 3 blok yuxarı çıxıram. Bunu da öldürdüm. Göz düşdü. 2 dənədən 1 dənə düşdü. Yəni yaxşı da şansdır. 50-yə 50. Biraz odun qazaq. Ardından da alta qazıb düşərik Nether qalasına. Biraz dikkatli olaq. Aha, Blaze. Bir dəqiqə. Yəqin ki orada 2 dənə var. Bunu öldürüm. Sən get. Öldürək bu Blaze'i və ilk Blaze çubuğumuzu alaq. Çıxmadı. Çox gözəl. Sən gəl heç olmasa. Niyə gəlmirsən? Qalırsan orada. Gəl də bura. Neyse özüm bile gedirəm mən. Belki bağlayayım, buradan ateş açalım. Sağ yukarı. Allah, ne var mı? Allah kərimdir, çıxaq yukarı. Mən qabağımda deyir. İlk Blaze çubuğumuzu aldık dostlar. Sen de al. Ama bir tane ölər dikkatli olaq. Onlar çoxdur sayın. Bu da öldü. Ya inşallah çubuq düşürər. Azim düşürməyib. Gələn. Yo, vurmaq olmaz. Mənə vurmaq olmaz. Ama mənə olar ki sizi vurun. Mənə icazə verirlər. Bir dəqiqə bağlayayım buranı, çünki öləcəm.
Elə getsə öləcəm. Ona görə bağlayıram ətrafını. Nether qalasında Blaze öldürərkən ölümdən döndüm. Allah! 3 canımız qaldı, nə qaraq biz? Qalxanımın da onsuz canı azdı. Və Allah nə verdisə cumaqda. Allah, bir qəlbimiz qaldı, deyil. Ay, bir qəlbimiz qaldı. Nə qarcan indim, ha? Dön, 6 dənə çubuğum oldu. Amma bu birinci ateş eləsin. Sən də ateş elə. Həsə, bala. Çıx get. Oh, az qalsın ölürdü ya. Başladıq gözləri doldurmağa. Siz burada bu obsidiyandan qalaları partladanda 3 saniyə görəcəksiniz, amma mən bunları 20-25 dəqiqəyə partladaram yəqin ki. Oh, şükür öldürdüm. Neçənci ölümüydü bu? Güclə 3 canla öldürdüm. Yəqin ki 5-6 dəfə ölmüşəm. Amma təbii ki də ejderha yumurtasını almadan getmək olmaz. Allahdan məşəlim də var inventarımda, ona görə də götürəcəm. Təxminən bu XP böyüdü, Minecraftdakı ən böyük XP-dir. Yəqin 30 XP verər deyəcəkdim, 30 verdi. O gəlsin, portaldan keçdi o da. Nəysə, mən bu yumurtanı götürüm. Altına, hayda, elə eləməyəcəkdim. Hə, sol əlimi alım. Qoyum. Nə? O necə edəcəyəm da? Elə, bir dəqiqə. Minecraftda elə şey var. Belə şey var mı? İndi yox, nəsə bir iş var. Nəysə, biz yumurtamızı alaq. Səni elə yerə qoyacağam ki. Nəysə dostlar, videomuz bu qədər idi. Video qutardı, gedə bilərsiniz. Növbəti videolarıma baxmağı unutmayın. Sağ olun. Nə?